Bəs niyə görə Quran kitabında yazılıb ki, axirət və insanlığın sonu? Axirət deyilən mənada son demək deyil əslində. Yəni belə başa salım. Yəni bir var ki, insanın qısa ömrü, yəni deyək ki, 100-150 il yaşaya bilir bir insan. Bunun o həmin dediyimiz aqibət dövrüdür, yəni bir dünya həyatında yaşayır. Axirət isə bunun indiyə qədər yaşadığı və bundan sonra yaşayacağı həyatıdır. Yəni bunun enerji və informasiyası heç vaxt itməyəcək, əbədi olaraq qalacaq. Və həmişə dediyim bir şey var da, biz keçmiş həyatımızın, həyatlarımızın nəticəsiyik, gələcək həyatlarımızın səbəbiyik. Yəni axirət o mənada axirətdir ki, sən bu dünyada yaşadın, bir şeylər elədin, bir şeylər qazandın. Ondan sonraki dövrdə sən buna qədər nə etmişdinsə və bundan sonra nə etmisənsə, onu yenə də yaşayacaqsan. Sən öz aşva tökürsən də, yəni nə edirsənsə, sənə qarşıva çıxacaq o. O mənada axirət o mənada son kimidir. Yəni bir son həmişə bir şeyin başlanğıcıdır. Yəni düşünün ki, bir buz əriyir, suya çevrilir, sonra buxara çevrilir, yenə təzədən suya və buza. Yəni onun hansısa bir formada sonu olur. Amma ümumiyyətlə sonu mümkün deyil. Öldükdən sonra seçdiyimiz dinin bir önəmi olacaq? Birinci onu deyim ki, ölüm yoxdur. Yenə də dəyişimdir. Yəni ölüm bizim dilimizdə o barədə mükəmməldir ki, yəni ölüm əslində dəyişiklikdir, başqa bir tezliyə keçiddir. Yəni biz bərk materiallı aləmdən incə materiallı aləmə keçirik, həmçinin tərsinə. Yəni dünyaya gələndə incə materiallı aləmdən bərk materiallı aləmə, dünyamızı dəyişəndə isə necə bizim sözümüz yenə də gözəldir, dilimiz gözəl. Biz dünyamızı dəyişirik. Yəni başqa bir dünyada doğuluruq. Yəni biz o mənada dünyamızı dəyişirik. Seçim isə dinin deməzdim. Yəni seçdiyin din sənin o ruhun səviyyəsini bildirir ki, sən hansı dində olmusan və hansı məktəblərdən keçməlisən. Onun bir önəmi yoxdur. Əsas önəmi olan sən niyyət olaraq nəyi seçmirsən. Çünki kainatın təməl qanunlardan biri əməl deyil, niyyət. Yəni sənin niyyətin nə olub bu dini seçməkdə? Sən öyrənmək üçünmü seçmisən, ruhi inkişaf üçünmü seçmisən, yoxsa oradan maddi mənfəət əldə etmək üçün, ikiyüzlülük eləmək üçün seçmisən, insanlara bir göstəriş üçün seçmisən bu dini. Yəni din əslində ərəbcə din kəlməsidir, borc deməkdir. Yəni bir insanın dinini formalaşdıran şeyi təkcə hansısa rituallardan ibarət deyil. Bir insan ailəsinə baxırsa, övladlarına baxırsa, onları oxutdurursa, işləyirsə, halal yolla pul qazanırsa, bu onun onsuz da doğru dinidir. Bu öz övladlarının və ailəsinin qabağında özünü borclu hiss eləyir və o borcu, dini, xidməti yerinə yetirir. Biraz yuxarı qalxandan sonra ansıq biraz böyüyür, baxır ki, bu təkcə ailəsinin deyil, həm də qonşularının bir çox məsələlərini həll eləməyə qadirdir. Başlayır ən yaxın qonşularının, qohumlarının məsələlərini həll eləməyə. Və insanlar olur ki, yüksək ruhlu insanlar olur, gəlirlər artıq millətin, ölkənin, hətta daha qlobal insanlar olur ki, bütün dünyanın müqəddəratını və taleyini həll eləyir. Yəni bu missiyalar fərqlidir. Sadəcə burada insan dünyasını dəyişəndə onun ruhunun təzahür tapşırığını düzgün yerinə yetirəndə bu artıq onun həmin dünya həyatında düzgün yaşadığı hansı dini seçməyindən fərqli olmayaraq qarşısında belə imtahanı verdin. Sən bu həyatı düz yaşadın deyə qeyd olunur. Yəni keçən videolarımızdan birində də demişdim. Azadlıq əslində nə istəyirsən eləmək deyil. Azadlıq ruhunun təzahür tapşırıqlarının çərçivəsində istədiyini etməkdir. Yəni sən bu tapşırığı mütləq şəkildə yerinə yetirməlisən. Yəni belə deyim də, sən adam olmalısan. Ruhi inkişaf eləməlisən. Amma bu inkişaf yolunu necə keçəcəksən, sən o şeydə azadsan. Yəni bu mənada sən istədiyin dini seçə bilərsən, istədiyin yolla gedə bilərsən.
Tək ki sən A nöqtəsindən B nöqtəsinə qoyulan tapşırıqları, missiyaları yerinə yetir. Vəssalam. Can sağlığı paketimizi əldə edərək sağlamlığınızı daha dərmansız və ən qısa zamanda bərpa edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlamasından oxuyun.